Əhkam 14. Nəcasət 3. Məni, sperma. İnsanın mənisi nəcisdir. Bir şəxs bövl etdikdən sonra istibra etsə və istibra zamanı ondan məni olub olmamasını bilmədiyi başqa bir maye xaric olsa, əgər xaric olan zaman məninin şəri xaric olma nişanələri olmazsa, məni hökmündə deyil və paşdır. Kişilərdə mayenin şəhvətlə, atıcı və təzyiqlə xaric olması və bədənin süst olması məninin xaric olmasının şəri nişanələridir. Qadınlarda isə mayenin təkcə şəhvətlə xaric olması məninin şəri nişanəsidir.